Amin dostum, amin. Amin. İnşallah vaxtım olanda gələrəm yanıma, öyrədərsən məni, yaxşımı? Görüm vaxt tapım bir dənə vaxt eləyim. Amin. İnşallah mən də öyrənirəm. İndi isə gəlin bu qrafika baxaq. Gəlirmi? Gəlir. Atdıq qırağa. Ən sadə deyirəm. Yəni burada mənim sırf analizim hamısı yoxdur. Gizlətmişəm çox şey. O ancaq tələbələr bilir. Baba buradan qalxış, baba buradan qalxışı gözləyirdilər. Baba bu hissədən bizim işarəmiz dururdu özdə. Ölçümüz dururdu. Baba hardasa baba buralardan belə. Bunu atdıq qırağa. Bu iki dənə ölçü tam işləməyib. Biri düşüb belə yüngülvari qalxış verir, tam işləməyib. Deyəcək qrafik gedib, nə bilim, nə 1000 dənə bəhanə tapılsaq sizin, nə bilim, keçmişə çevirmisən, indi danışırsan və s. Nə deyin də, ürəyiniz nə qədər istəyir sözlər deyin də. En qədər video çəkmişəmsə göstərmişəm. Yəni, mənə ehtiyac yox deyil ki, məsələn, nəsə sübut eləməyə. Prosta mənə gülməli gəlir də, bəzilərimiz danışanda gülürəm də, mən gülürəm. Fikir verək, baba bu yerə fikir verək, geç oradan başlamayadı, düzdürmü? Ən sadə üstünə sifariş bloku, düzdürmü? Buradan bura fitil atıb dayanıb. Hardan qalxışın verib? 1 verib, 2 verib. Gözmü? Bunu yığışdırdım, bu elə bir ki yoxdur, bu artıq yoxdur. Yəni sizə mən nə deyim, nə görsədim. Hansı bir hissədən qalxışın verəcək, bu hissədən verəcək. Niyə? Səbəb tam mənim tələbələrim bilir də, bu sillərin çoxsunu tələbələrim bilir. Fikir verin, hə. Yəni, bu qrafik buna görə deyil də, mən sizə en qədər də çəkib göstərmişəm. Sifariş blok haqqında da video, sonra gələndə də göstərmişəm qrafiki. Fikir verin, 1, 2, burada 2 dənə durur, burada da 3-cü, gözmü? Hələ mən sifariş blokunu danışım. Trendin qalxması, trend xətdən söhbət eləmirəm, nə bilim, çox verdi, boş verdi, nə mamide verdi, nə verdi, onlardan söhbət eləmirik gələ. Biz ən sadə sonra 1, 2, gözün gəl çatan, düşüş verdi mi, düşdü, gördü mü? Yaxşı, bunu qoyduq qırağa. Gəldi bu hissədən, gözün içinə girib düşüş verdi mi, verdi. Sonra bura gəldi, düşüş verdi mi, verdi. Düzdürmü, düzdür. Bunun arxasında likvidlik durub. Burada sən ən azından sən burada neysə gözləsən, bir dəqiqə söndürəm maqniti. Təqrib atdım. Heç olmaz, bir dənə də bura çəkərik. Məsəl üçün, elə belə eləyirəm, keyfə belədir. Aha, bu qalsın. Neysə, o şimdi sonra pozarıq. Hə, tutalım ki, indi belənçi gəldi, çıxdı, düzdürmü? Gəl, atdıq xətlərimizi, bizim vezimizə deyək ki, o biri tərəf necə eləyir, nə cürür? Datan, nöqtə atış. Şəqqıldadığı nöqtə atış. Getdi. Sonra çoxatdıq qırağı. Gəldi bura girişinə dəydi. İkinci dəfə hara gəlib dəyə bilər. Bunun üstündən qalxış verdi. Bəzi bunların silləri var yəni. Burada sifariş blokudur. Buradan qalxış verib. Bunu pozaq. Burada deyəcək. Burada çəkdim, göstərdim. Biz görmürük. 2 verin. 1 çəkdik, 2 çəkdik. Buradan qalxış verdik. Sifariş bloku göstərilib. Buradan qalxış verib. Yəni özümüzdə yəni görürüz. Yəni burada sifariş blokunun buna adiyyəti yoxdur, sol tərəfdə sifariş blokunun. Bizim başqa cür analizimizdir. Sadəcə sizə ən sadə üsulla başa salam. Yəni gözləyirsən, bəli. Yəni belə şeyləri gözləmək olur. İndi isə bir maraqlı məqam var, 5055. Dəyişməmişəm ki, yox, dəyişməmişəm heç nə. Bir dənə balacalaşdım ki, 5005, 5526. Hava yerlərimiz var, düzdürmü? Deyəcək, kimsə maksimumu qoymusan, nə bilim, maksimumu deyil dostlar. Maksimum maqniti yandıraq buradan. Yox, ən maksimum buradadır. Hə, ən maksimum buradadır deyəsən. 5597. Aha. 2 verirsiniz. İndi burada biz 5 dəqiqəlikdəyik. M1'də burada sifariş bloku var. Çox güman ki. 2 verin. Gəl burada düşüş verilməyə və
vesaire, burada düşüş vermeye, vesaire düşüş vermeye. Bunlar hamısı haracan qalxıb, bax. Ən sadə üsuldur. Buradan düşüş verib, gəlib təqribən qalxıb. Görsünmü? Və bu hissəyə qalxıb, düzdürmü? Bu hissədə bizdə nə yerləşir? Bu hissədə nə yerləşə bilər? Bu hissədə nə yerləşə bilər? Götürün, nə yerləşə bilər? Elə belə təqribi götürəm. Nə yerləşə bilər? Bunun qabağını tutdusa nə olur bura? Bağladı, bunu bağladı. Bunu söhbət danışıyorum. Video çəkmişim o vaxtda. Sonra ən azından baba bu hissədə qalxış, düşüş, qalxışlar necə olur? Qalxışlar hansı hissədən olur? Qalxışlar burada niyə gəlib bu hissəyə çatıb qalxır? Ona görə burada FVG zonası yaranıb və FVG zonasının içində baba bu şam, qırmızı şam bu şama nisbətən gövdəsi bərabər yox, bu şamla bərabərdir deyənə gəlib bu hissəyə üçün qalxıb. Və cüzi burada yəni fərqlər var ki, yəni diqqət yetirməlisən. Fikir ver, düşüş verib gəlib buracan qalxmayıb, gedib. Çünki bu gövdə təqribən bu şamın gövdəsinə təqribən eynidir. İnşallah vaxt tapıb gələcəm yanva ölgəməyə. Yəqin ki, ölgədəsən də, neysə də, nə də olsa ölgədəsən də, nə ölüm konseptlərdən zaten nə ölgədəs, ayım deyik, kəndir, məndir, nə bilim, nəsə danışarsan da ingiliscə. Mən də bir anlıqda özümü bir İngiltərədə hiss eləyərəm heç olmasa. Gəldi, çıxdı buradan bura inşallah. Təki siz çox bilin, mən bir söz demirəm ki, bir nömrə tradersiz, bir nömrə birsiz. Qoy mən olum ən axırıncı trader, papıtı trader olum, heç olmaz. Papıtı olub, bax, papıtı trader olum, nə olar ki, heç olmaz. Mən demirəm ki onu mən demirəm ki, onu şam deyir, onu mən demirəm. İnstrument və şam, instrument və şam. Bu haqda da video çəkmişəm. Kim istəsə baxa bilər. Kanal YouTube'da da var, TikTok'da da var, vesaire də var. Gəlib çatdıq. İndi mənim analizim sırf belə deyil, amma mənim analizim sirləri başqadır. 5500 təqribən 5055 birinci maraqdır. O biləni də göstərdim də sizə, yəqin ki gördünüz. İndi gəl ki buradan düşüş gözləyirdilər. Əlbəttə ki buradan düşüş gözləyirsən. Bu bir. İkincisi, buradan düşüş gözləyirsən, əlbəttə buradan düşüş gözləyirsən. Birinci sifariş bloklarına uyğun. Buradan düşüş gözləyə bilərsən, əlbəttə gözləyə bilərsən. Düşüş də oldu. Nəyə görə? Sifariş bloklarına görə, bəli, sifariş bloklarına görə. Sifariş bloklarından gəl qısa danışaq. Sifariş blokundan başqa burada tutalım ki, işlənmədi, burada işləndi. Düzdür. Sifariş blokundan başqa yaxşı başqa nəsə düşünə bilərsən mənim üsulum vasitəsilə. Bu videonun axırında bir dənə screenshot əlavə verəcəm. İnsanın fikri, hansı ki mənim üsulumu öyrənəndən sonra fikri, insanın fikrini paylaşacağım. Bunlar bizə artıq lazımdır, boş yerlə. İnsanın fikrini paylaşacağım. Yenə də bu qrafik olaraq, yenə də sizə deyim, qrafik olaraq qalır. Çünki bu, məndə görürsünüz, bir neçə dənə qızıllar var burada. Onlar hərəsinin bir cürdür. Birində analiz, birində spot və s. Bəzi məqamlara baxılır. Və burada gördüyün kimi, birində ancaq analiz eləmişsə, deməli, sizə görə analiz eləmişəmsə, o da qalır. Pozmuram, eləmirəm. Və gördüyünüz kimi də növbəti addımada qalın. O kim ki deyir, tarixi dalı qabağa çəksən, dəfələrlə də onları göstərmişəm ki, dalı qabağa heç nə yoxdur. Özləri görürlər analizdədir. Bəzi insanların belə daxilində biraz paxıllıq hissə var. Bilmirəm, ki, nə paxıllıq eləyirlər, niyə paxıllıq eləyirlər, niyə eləyirlər, nə üçün eləyirlər. Onu mən tapa bilmirəm. Hələ ki axtarım, nədənsə tapa bilmirəm. Yəqin ki, meşədə zadda hardasa itib o, taparam insanlar. Onun cavabını taparam, hardasa yəqin barədə zadda itib, gedib taparam. Niyə paxıllıq eləyirsiniz? Səbəb nədir ki, burada mövzular deyilir. Niyə paxıllıq eləyirsiniz? Mən onu hələ anlaya bilmirəm. Qaldı ki, trading. Ay insanlar, yadda saxlayın, 99% insanların eyni cür hərəkətini market maker götürdü. Əgər bilmirsə, mən sizə sadə üsul deməm, analizin tısbağa analizi deyil. Kimsə elə belə analizdir. Sadəcə mən sizə prosta məntiqlə bir söz deyim. Dostlar, siz bir şeyi qavramalısınız ki, gedin, axtarın internetdə tısbağa strategiyası. Rusca bilirsinizsə, çeripaçi strategiya. Get, bax, gör o 1900-ci illərdə insan necə trade eləyib və 21 dənə insanı necə hazırlaşdırıb. Onlar trade və hazırlaşdırdığı insanlara beynin doldurmayıb da minlərlə şeylər
şeylərinə, nə bilim, çoş belə gəldi, mos belə getdi, amdi belə getdi. Onlar sadə bir şey öyrədib ki, sadə bir addım öyrədib, riyazi bir üsuldur, riyazi bir addımdır. Hansı ki, onun tələbələri cəmi bir yerdə 175 milyon onları qazanıb, 350 milyon o strategiya vasitəsilə qazanıb. Əslində o strategiyanı vursan back testdə, onun win rate bərbad günündədir. Bərbad günündədir, heç yaxında durmasın o strategiya. Burada məna win rate ilə ölçülmür. Burada başqa addımdır, başqa fikirdir, başqa irəliləyişdir. Onu halbuki siz özünüzdə hələ ki tam çoxları tuta bilməyin. Mən həmişə izahləmişəm. Müəyyən şey tələbələrimə də deyirəm, müəyyən şey izahlayıram. Mən tələbələrimə dediyimi nə fərq olardı ki, mən tələbəyə dediyim mövzunu burada paylaşsaydım, nə fərq olacaqdı ki, mən tələbə gəlsin, öyrənsin. Tələbə ki, ürəyə istəyən gəlir, heç kim də məcbur eləmir. Ürəyə istəyən gəlir, məndə başqaları kimi bəziləri sual və ki, referallığa, mən referal zatı içində yığmıram özümə. Dostlar, mən onu sadəcə qrupda ona göre yerləşdirmişəm ki, kimsə rəsmi linki bilməsə gedib keçsin. Hələ indiyəcə narahat olmayın, keçən yoxdur, heç biri də keçməyib. Allah canlarını sağ olasın. Bir nəfər keçib, o da balansı heç artırmıyor. Belə deyim, burada Exnes'dən deyirdi, Exnes'də deyirsən. Balansı heç artırmıyor. O boyda linklərdən bir nəfər gəlir. Heç mənə vecmədir, balansını artırdı, artırmadı və yaxud da neynədir. Necə papiti gəlib keçib də, necə sizin sözünüz olmaz. Söhbət onun gedir ki, yəni mən tələbələrimə öyrətdiyim üsulları, sinləri burada mənim işlətdiyim işləmlərin içində, analiz üsulunun içində sifariş blokları bir dənə var ki, onu da sizin üçün bonus kimi təmənnasız yerləşdirmişəm. 6 hissədən ibarətdir. 6 hissə təmənnasız, yəni. İstəsəz gedib baxa bilərsiniz. Super strategiya birinci hissəni sabitləşdirmişəm TikTokda. 3-cü videoda deyəsən, o birlərin də TikTokun içində də var, YouTube'da da var, gedib baxa bilərsiniz. Super strategiya. Yəni 6 hissədən ibarətdir sifariş blokları haqqında. Qalan 7-ci, 8-ci hissələri mən insanlara təmənnasız yox, gərək tələbəm olsun ki, mən onları izahlayayım. Bəzi sinirlərimi tələbələrimi izahləmişəm və s. Və tələbələrimi izahlədim çox sinirləri, hansı ki, analiz edib atdım, sevinirlər, papaqlarını da göyə atırlar. Bəzi insanlar da var ki, gəlib öyrənib, bunlar hələ mənim tələbə qrupuma daxil olmaq istəmir, istəmirəm, əladır, superdir, müəllim Allah canımı sağ eləsin, super, əla, biz sənin kimi insan görməmişdik və s. Halaldır sizə. Və biz düzgün artıq bizə bu kifayətdir, bizə qutardı. İnsan da, hər bir insan cübəcür olur, özlər bilən, yəni. Yəni, söhbət ondan gedir ki, siz burada oturub gülməkdən kiməsə, əgər sən bu günləri mənim videomda yüzlərlə kanalda oturmusansa, deməli sən strategiyan yoxdur. Deməli sən güclü bir strategiya axtarırsan, o səndə yoxdur. Və yoxud da nəsə bir treydə, nəsə bir zəifçiliyin var ki, sən oturmusan bu kanalda və yoxud da digər kanallarda baxırsan. Yəni, mən bunu çəkməkdə, niyə mən buradayam? Mən bunu çəkməkdə ona görə çəkirəm ki, bəzi mövzuları insanlar bilmirsə, baxsın, götürsün, cəmləşdirsin, özünə belə deyim də, siz demişkən strategiya bir qursun, yoxlasın, demovasiyadır və s. Və kanalda da ki, cüzi məbləğlər göstərir. Çünki böyük məbləğlər ömür boyu göstərilmir, ömür boyu göstərilməyəcəkdir. Çünki nəyə lazımdır ki, bu boyda insanlar burada şirnikləndirmə deyil, mən dəfələrlə deyirəm. Burada insanlara sadəcə işləm olmağı mən yazıb ki, biri 50-dən yerdən xaç çəksin, onlardan birinə gəlib dönəcək. Sağ ol, Allah canı sağ olasın. 50-dən yerdən xaç çəksən, get o 51 dənə yerdən xaç çək. Yaxşımı? 50 yox, 51 dənə. Birini də mənim yerimə çəkkinə. Yaxşımı? Bu xəttlərin hamısı hesablanıb qoyulub. Bu xəttlərin hamısı göstərilib qoyulub. 50 dənə yerdən xaç çək. Tam 50 dənə yerdən çəkdim. Sən o bunun düşüşün hardan qalxış verəcəyini, təqribən haracan, baba, bu yuxarıdan sel olacağını xəbərdarlığını eləmişim ki, güclü sel gözlərinə. Bax, bu nə qədər gəlib düşəcəyini, təqribən haracan gəlib çıxacağını, 2 dənə yer vardı ki, təqribən haracan gəlib çıxa bilər. Ondan sonra hansı yerdə yalancı döngü ola bilər, onacan demişdim ki, ola bilər cüzü qalxsın, sonra da qayıtsın. Onacan deyilmişdi bunlar.
ki izah burada sizə izah eləməmişəm. Burada sizə izah eləyəsiz, o sizləri sizə izah eləməyin yeri yox, ancaq tələbələrə ki, təzə gələn tələbələr. Hamısı da gördü ki, yalancı yerlərdən cüzü qalxış verib təzdən düşdü. Təqribən haracan da təqribən falan yerəcən gələcək və s. Və maksimum bu qədər qalxıbsa və mən qoyduğum axırıncı neçə bura hələ gəlib çıxmamışdan əvvəl, bura heç gəlib çıxmamışdan əvvəl mənim bu hissədən harcı bir 40 pips belə yuxarıda mənim işarəm durmuş, axırıncı işarəm 40 pips, 50 pips yuxarıda durmuşdu harcı elənci. Təqribən də bu 40 pips deyir, 97, belə deyək, neçədir? 97, 98, 99, 6, o şimdi götürək də 610 götürək 40 pips olmasın, 610 olsun. Belə. Bu qədər olsun. Problemdir. Buraca mənim şarı, axırıncı şarım buracan durmuşdu. Heç 40 pips əli bir söhbət eləməm. Olsun belənci. Niyə? Hələ bu gəlib bura çıxmamışdı. Hələ bu ki, hələ bu heç buralarda da değildi. Hələ bu addımın başlamışdı. Dostlar, baba günlüyə keçirəm də, günlüyə. Onu siz bilməzsiniz, o analiz üsulun 1% insanlar bilir. Günlüyə keçirəm. Günlüyə. Günlükdə mən xəbərdarlıq eləmişdim ki, bu yalancı sifariş blokudur. Bunu qırıb keçə bilər. Bu xəbərdarlıq olunmuşdu. Bu xəbərdarlıq olunmuşdu. İndi gələk bu hissəyə kimi. Göz baba buradan bir balaca götürüb stopları. Göz baba bu hissə xəbərdarlıq olan yalancı sifariş blokudur. Ola bilər cüzü deyib qalxma versin. Ondan sonra təzədən, yəni 5 dəqiqəlik nəzər tutun. Ondan sonra buranı qıra bilər. Bu yalancı sifariş. Ona kimi yəni deyilib. Hara kimi gözlənilib, hara kimi gözlənilib, hara kimi də gəlib, hara kimi də yolumuza kimi də gəlib. 2 dənə yerdən döngə gözlən. 1, 2, 1, 2, 1, 2. Gözümüz də görürdü, 1, 2. Burada tutalım ki, girdin 0.01-nə, heç birini demirəm, günlüyü hələ danışam. 0.01-nə girdin, oldu mu stop? Oldum. Bilirsən ki, burada stop olma ihtimalım var. Amma burada girdin 0.02-nə, təsəvvür edin, məsəl üçün deyirəm. Burada tutdun, getdin də, gör, nə qədər getdin? Gəl. 40, 470, özümüz pipsdə hesablayırsa, heç demirəm, bu şamın kəlləsinə cən deyirəm, dostlar. Heç bu indiki vaxtı saymıram. Gəl. Nə qədərdir? Yəni kim plusdadır? Burada bunu itirsən sonra burada plusa çıxmısan. Bilmirəm də, mən tradingi bilmirəm dostlar. Öyrədin də mənə. Vaxtım olanda sizə xəbər eləyim, gəlin mənə öyrədin. Yaxşımı? Gəlin öyrədin. Fərq odur ki, mən sizə balans göstərmirəm. Nə qədər gələcəyini, niyə gələcəyini, təqribən nə qədər gedəcəyini, nə qədər düşəcəyini. Mən şeydə danışıram, canlı yayımda bir dostum var, onunla söhbət edirəm, gəlib pilot orada yazır ki, özü elə göstərdirsən ki, bilənlər kimi. Dostum, mən bilmirəm də, heç nə bilmirəm. Amma sənə bir söz deyim, get aç bax. Binance-dən nə vaxt başladı qızıl oldu. Binance-də qızıl harca 4100-lərdə başladı, listələndi qızıl. Halbuki qabaq kriptovalyuta birjalarında qızıl söhbəti yox idi. Alım satımı yox idi. Başladı listələmə. Ondan sonra kapitalı buradan başladı tap getməyə. Niyə qaldırdılar? Suyunu qaldırdılar ki, kripto və altcoin'ların kapitalları azaldı. Yəni opsi balansları azaldı. Niyə? Çünki kriptovalyuta birjalarında olan insanların da əllərində milyonlar var, milyardlar var, trilyonlar var və s. Onlar Forex-i deyirlər deyəni, qızıl ala bilmirlər deyəni, ona görə token alırlar. Görə ki, qızıl çıxdı, deyirlər, qalxacaq deyirlər, qaçırlar qızıl almağa. Və onlar qızıl almaq üçün nə etməlidir? Əlində olan altcoin-u, tutam ki, BNB coin-dir və yaxud da nədir, bitcoin-dir, nədirsə və s. başlayır satmağa və onu əldə elədiyi USD-dir, yəni dolları, gedib qızıl alır. Qızıl alıb pulu qızıla yatırıb. Suyunu qaldırırlar bura. Bir günün içində qızılın kapitalı 2,10 neçə trilyon azaldı. Bir günün içində. Bu şam bir şamdır. Bu bir günlük şamdır. Çünki mən bir günlükdeyim. Gözləyin, bu günlükdə.
Niyə? Çünki suyunu gətirdilər. Niyə güclü sel gözləyirdilər? Nə olsun ki sən pulunu? İndi burada riski düşüş verəndə sən ki hansı ki aşağılarda almısan, onlarda panika yaranır insan daxilində. İnsan psixologiyası var axı. Siz onu tam öyrənməmisiniz çoxsunuz 99. Əllərində olanı başlayırlar satmağa. Başa düşürsünüzmü? Çoxlar başlayır satmağa, satır, bu da satır. Burada satıla, düşəcək. Başa. Buna qəsdən buracan qaldırmışdılar. Çoxlar da özləri aşağılardan listələnir. Başladı yavaş kapıda və qızıl hələlik son 2 ayda ehtiyatlı olmaq lazım. Çünki yavaş başlayır artıq kripto birjalarda listələnməyə. İsti qızıl olsun, yavaş gümüş olacaq və s. Onda da gümüşdə də o hadisə baş verdi. Riski qalxdı, kapitalı riski də düşdü. Və o onu baxın ki, nə boyda burada uzanıb, zürafə kimi uzanıb. Bu mənə fikir vardı ki, mən 5200-ə kimi maksimum fikirləşirdim, amma axırıncı nöqtəm sizə dediyim kimi buralarda durmuşdu. Oradan gəlib çıxacağını fikirləşmədim. Çünki buradan bura salarlardı. Yəni ki, başlayırlar satmağa, insanlarda panik olacaq, çoxsu başlayacaq satmağa. Birinci o özləri satacaqlar, həm xeyrin götürəcəklər, sonra diblərdən başlayacaqlar almağa. Diblərdən başlayıb almağa və qalxmağa gedəcəklər. Və beləncə bir şey. İndi bu səviyyədə niyə alım-satım olub, niyə mən buranı gözləyirdim və ən əsas, ən sadə üsulla deyirəm, heç getmirəm, heç sifariş blokunu qoyaq qırağa dostlar. Fikir verin, mən sizə bir cəhətdən, bunu burada kimlər oturub? Burada elə bir insanlar oturub ki, fikir ver, bu hissədə, hansı ki bu gözümü buralara çatana yaxın satıblar. Buralara çat. Və burada həmən bu akulalar oturub. Hansı ki bunun qiymətini gətirib bura çatdırıbsa, buralarda da həmən akulalar var. Qalxışda da iştirak edib bu akulalar. Burada sonra düşüş verib, satıb riski bir dənə şam gözümü bir günün içində deməli hansı akula satıb onu. İndi isə gözümü burada həmən bu vəziyyət yarana bilər də, həm də buna yaxındır. Bu hissəyə yaxındır. Yəni bu da, çünki o pikə kimi gətiriblər. Bu insanlar hamısı addım atır da burada təzədən başlayırlar almağa. Çünki niyə başqa yerlərdə listələnəndə, başqa insanlar, başqa birjalarda listələnəndə gələcəkdir, nəsə baş verəndə, bu oradakılar başlayanda almağa buralardan alırlar, bəlkə də buralardan alırlar, tutam, düzdürmü? Alanda, onda bu nə edəcək? Buna başlayır tapbatırıbla satmağa. Müəyyən yerə çatdı, satacaqlar. Niyə? Çünki onlar artıq buradan alıblar. Buradan alıblarsa burada xeyir tutacaqlar. Ondan böyük satışları 1%, 2% xeyir gətirir uzaq başı, 10%, 40% xeyir gətirmir. Amma ondan 1% böyük puldur onlar üçün. Yəni bu güclü sel olacağını onun deyilmişdi. Mən demişdim tələbələrə ehtiyatlı güclü sel və yaxud da bay ola bilər. Güclü bay versəydilər 6000 və 6600-ə kimi getmə ehtimalı vardı. Güclü bay versəydilər. Amma güclü bay vermədilər, sel verdi. Deməli bunların 6000 və 6600-ə kimi getməyə yerləri, məqsədləri qalıb ora. Mən burada işarələri göstərmirəm. Burada işarələr yerini göstərmirəmsə. Sizin görə biləcəyiniz lazım olan yerlərdir ki, hansı ki sizə icazə verirəm ki, bu yerləri görə bilərsiniz. İndi götürə bir sadə bir atdım. İndi sizə bir sadə bir rejim götürəm, düzdürmü? Bu hissədən, düşüşdən götürəm buracan, düzdürmü? Bu kəlləyə kimi. Görürsünüzmü? Bu hissə, bunu mən demirəm, dostlar, bunu mən demirəm. Bunu instrumentdir, Gördünüz, üstümə göstərdi ki, ən güclü burada. Burada güclü nədir? Ən çox alımlardır. Alımlar, satımlar. Burada nə baş verir? Gözmü? Burada gəlib indi tam xətti toxundura bilməm də. Gəlib bay olub, düzdürmü? Nə içəndimi? Gəlin buradan bura götürək, baxaq, görək. Günlükdə ki, mən 5 dəqiqəliyin söhbətini eləmirəm, sizdən dostum. Görək, buracan həcm qalıb mı burada? Bu hissədə baxın. Görürsünüzmü? İndi mən burada yavaş-yavaş getmirəm. Görürsünüzmü? Mən bunu demirəm. Bunun instrument deyib. Bunu mən özümdən heç kəşf eləmirəm.
Niyə buradan bura götürürlər, onu siz sirlərin bilmirsiniz. Özü heç gün niyə bilməmişəm. Niyə olur, mən nətər olur, necə olur, niyə hardan hara təyin eləyirəm, nəyə görə təyin eləyirəm. Fikir ver. Baxsan görəcəksən pay çoxdur. Gördün? Gördün? Mən demirəm ki. Mən demirəm bunu dostum. Vaxtım olanda gələrəm öyrədəs o konseptləri üstəndən nə öyrə. Bax, bunu mən demirəm dostum, bax mən demirəm. Mən bunu demirəm. Bax günlük time frame-dir. Bax günlükdür, heç 5 dəqiqəlikdir. Bunu mən demirəm. Bunu instrument deyir. Başqa sizə nə görsədim mən? Ona görə 1% insanların bildiyi, həmişə 1% insanların bildiyi qeyri-adi qrafika yanaşmasıdır. Gedin tısbağa strategiyasının haqqında öyrənin. Rus dilində bilirsiniz ki, bəlkə məlumatlar çoxdur. Görün necə olub, nətər olub 350 milyon qazanıb. Necə bu belə bir win rate az olan strategiyanla bu 350 milyon qazana bilər. Gedin bir araşdırın, baxın, sonra gəlin fişəkləri yazın.